Salam, əziz və dəyərli müəllimlər. 16 iyun sertifikasiya sınağının testlərinin nizamına gəlin keçək baxaq. Birinci sualdan başlayaq. Choose a correct variant bizdən düzgün cavabı soruşur. He television every evening. O hər axşam televizora baxır. Watches. B variantımız düzgün cavab. He üçüncü şəxsin təkində olduğuna görə watches üçüncü şəxs təkində olan feili götürməliyik cavab olaraq. B variantımız düzgün cavabdır. İkinci testimizə baxırıq. Choose a correct question word. How old is your grandfather? Yəni bunlarda when old, what old, who old, which old deyə ifadələr yoxdur. How old is your grandfather? Sənin babanın neçə yaşı var? 2. C düzgün cavabdır. Üçüncü testimizdə bizdən düzgün qısa cavabı soruşur. Is it raining now? İndi yağış yağır. Yes, it is. A variantımız düzgün cavabdır. No, it doesn't ola bilməz, çünki bizim köməkçi feilimiz isdir. There is ola bilməz, çünki bizim sualımızda is it-dən başladığı üçün it is-lə də bitməlidir. No, it is not raining qısa cavabları biz cümlə şəklində vermirik. No, it isn't olsaydı düzgün cavab ola bilərdi. Yanlışdır. Yes, it rains, yəni dediyimiz kimi feildən istifadə etmirik. Yes, it is olmalıydı. Ona görə Y variantı da, D variantı da, C və B variantı yanlışdır. A düzgün cavabdır. Dördüncü testdə bizdən düzgün zaman formasını soruşur. We our grandparents last weekend. Last sözü varsa, deməli cümləmiz keçmiş zamanda olmalıdır. A variantımız düzgün cavabdır. We visited our grandparents last weekend. Həftə sonu, keçən həftə sonu biz nənə babamıza baş çəkdik. Beşinci testimizə baxırıq. Və qeyd edək ki, last weekend past simple işlənir, yəni past continuous'la deyil. Beşinci testimizə baxırıq. Choose a correct order of words. Düzgün ardıcı olan sözlərin gəlin quraq. Deməli, she is never late for work. C variantımız düzgün cavabdır. Never to be feilindən sonra işlənməlidir. Əgər cümlənin əvvəlində B variantında olduğu kimi işlənsəydi, bu zaman inversiya baş verməliydi. Baş vermədiyi üçün biz B variantını düzgün cavab olaraq götürə bilmərik. C düzgün cavabdır. Altıncı testə baxırıq. Bizdən düzgün əvəzliyi soruşur. This bag isn't mine və yaxud da this bag isn't his. Gördüyümüz kimi hər iki tərəfdə isim yoxdur. Yoxdursa Y variantını, D variantında my, Y variantında your, B variantında my bunlar çıxmalıdır. Deməli, A və C variantı arasında qalırıq. This bag isn't his. Deyir ki, bu çanta onunki deyil, it is mine. Mənimkidir. A düzgün cavabdır. C variantımıza this bag isn't yours, it is yours demək məntiqli deyil. Çünki deyir ki, bu çanta səninki deyil, it is səninkidir amma. Yəni yenidən, çünki burada it elə zisi əvəz edir. Ona görə də məntiqli deyil. Əgər zət olsaydı, okey, biz yoursu götürə bilərdik. Deməli, A düzgün cavab. 7-ci testdə bizdən düzgün sinonim cütlüyünü istəyir. Tired, exhausted. Hər ikisi yorğun deməkdir. A düzgün cavabdır. B variantı angry, qəzəbli, kind, mehriban, antonimdir. Çıxırıq. Strong, weak, güclü, zəif, antonimdir. Çıxırıq. Lazy, tənbəl, active, faal, əlaqəsi yoxdur ümumiyyətlə. Müəyyən qədər də hardasa antonim götürə bilərik. Və Y variantı poor, rich, kasıb varlı, antonim olduğu üçün Y variantında çıxırıq. A düzgün cavabdır. 8-ci testə baxırıq. Choose a correct form of to be. To be-nin düzgün formasını seçək. I am in the garden now. Bilirik ki, I şəxs əvəzliyi ilə işlənən to be forması am-dır. I am. B düzgün cavabdır. 9-cu testə baxırıq. We go to the cinema, but today we are staying home. Deməli, deyir ki, biz adətən kinoteatra gedirik, amma bugün evdə qalacağıq. Deməli, E düzgün cavabdır. Adətən gedirik. Yesterday keçmiş zaman zərfidir, cümlənin sonunda işlənir. Just already indiki bitmiş zamanın zaman zərfidir, cümləmiz indiki sadə zamandadır. Çıxırıq. Never heç vaxt desək məntiqli deyil ki, biz heç vaxt kinoteatra getmirik, amma bugün evdə qalacağıq, məntiqli deyil. Deməli, biz adətən kinoteatra gedirik, amma bugün evdə qalacağıq. B düzgün cavabdır. 10-cu testdə bizdən səhv variantı soruşur və səhv variant C variantıdır. Çünki swim, swam və digər hissə yanlışdır. Sadəcə swam şəklində olmalıydı. Yəni, swam. Bax, bu şəkildə olmalıydı. Yanlışı soruşduğu üçün C düzgün cavabdır. Digər feillərin formaları past simple və yaxud da ki past perfect formaları doğrudur. Past participle formaları düzgündür. 11-ci testə baxırıq. Choose a correct passive voice. Düzgün məchul növü seçəcəyik.
They built the new hospital in just 6 months. Onlar sadəcə 6 aya yeni xəstəxana tikdilər. Built keçmiş zamanda olduğu üçün is, has olan variantları çıxırıq. Was being olmaz çünki cümləmiz keçmiş davam edici zamanda deyil. Built fe'li idi qəbul etmir. Was built olmalıydı. Ona görə çıxırıq. B variantımız düzgün cavabdır. The new hospital was built in just 6 months. Yeni xəstəxana sadəcə 6 aya tikildi. Was built. B düzgün cavabdır. 12-ci testə baxırıq. You can't me, it is irritating deyirsən mənə, xor baxa bilməzsən. Yəni yuxarıdan aşağı baxa bilməzsən. Bu qıcıqlandırıcı, əsəb vericidir. Look down on. Y variantı düzgün cavabdır. Look up da qayğısına qalmaq deməkdir. Look into araşdırmaq deməkdir. Look up lüğətdə sözə baxmaqdır. Look forward to səbirsizliklə gözləmək. Look down on isə kiməsə yuxarıdan aşağı baxmaq, kiməsə xor baxmaq. Y düzgün cavabdır. 13-cü testə baxırıq. Students bring dictionaries into the exam room. Exam room deməkdir ki, şagirdlər imtahan otağına lüğətləri gətirməməlidirlər. D düzgün cavabdır. Bəli, lüğətə baxıb nəyisə yazmaq olmaz çünki. 14-cü testə baxırıq. Choose a correct antonym to the underlined word. He is a very arrogant man. Arrogant təkəbbürlü, loğa, təkəbbürlü, özündən razı. Düzgün cavab C variantı modest, təvazökar deməkdir. Kind, mehriban, smart, ağıllı, active, fəal, feyə, ədalətli, yəni antonim olaraq təkəbbürlünün antonim isə təvazökar, modest da C düzgün cavabdır. 15-ci testdə bizdən sərf icbar növ fe'lini soruşur. I got my shoes repaired. Gotdan sonra cansız isim gəlir. Fe'limiz participle to-da işlənib. Düzdür. Get fe'lindən, hə fe'lindən sonra cansız isim gələrsə fe'limiz participle to-da işlənir. He made me cry. Make-dən sonra gələn fe'limiz to-suz işlənib. Düzdür. She has her homework done by her sister. Her homework cansız isimdir. Hə fe'lindən sonra gələn her homework cansız isimdir və özündən sonra participle to işlənib. C düzdür. D variantı. They had their garden cleaned. Garden cansızdır və hə fe'li sadəcə bilirsiniz ki, hə fe'li şəxsə və zamana görə dəyişə bilər. C variantı she has şəxsə görə dəyişib. D variantı da had zamana görə dəyişib. Və garden cansız olduğu üçün fe'limiz participle to-da işlənib. Düzdür. I will get my phone to fix. Bu yanlışdır. Çünki getdən sonra cansız isim gələrsə fe'limiz participle to-da olmalıdır. Yəni to-nu atırıq. I will get my phone fixed şəklində olmalıydı. Y düzgün cavabdır səhvə soruşduğu üçün. 16-cı testdə bizdən düzgün söz önünü soruşur. I am very good at solving puzzles. At. B variantımız düzgün cavabdır. Nədəsə yaxşı olmaq, to be good at-lə işlənir. Yəni tapmacaları tapmaqda mən çox yaxşıyam. 17-ci testə baxırıq. Bizdən düzgün sayın işləmə qaydasını soruşur. A 5-minute break. Bu doğrudur. Saydan sonra gələn isim arasında defsi olduğu üçün cəmlənmə baş verməyib. Bir düzdür. A 5-minute break, yəni 5 dəqiqəlik fasilə. The third chapter, ikinci chapter, ikinci bölmə, yəni düzdür. Sıra sayılar Z artiklından işlənir. 5 years old child, əgər burada defs varsa S şəkilçisi olmamalıydı, 3 yanlışdır. At the age of 10, 10 yaşında, bu da düzdür. 5-də Henry the Fourth, burada Z artikli olmadığı üçün Z Fourth olmalıdır, yanlışdır. 1, 2, 4, C variantımız düzgün cavabdır. 18-ci testə baxırıq. In which sentence is there a subject verb agreement error? Hansında mübtəda xəbər zılaşmasında səhv var? A large number of people. A large number of people cəm xəbər tələb edir. Düzdür. The team itself have played well today. The teamdən sonra əgər əvəzi olaraq itself işlənibsə, deməli bizim xəbərimiz təkdə has played olmalıydı. Səhvi də soruşduğu üçün B variantımız düzgün cavabdır. Neither of cəmisim xəbər təkdə olur, düzdür. $20 zaman, məbləğ, ölçü, məsafə bildirən sözlər cəmdə olsa da xəbərimiz təkdə olur, düzdür. Törəmələrin xəbəri təkdə olur, düzdür. Düzgün cavabımız B variantıdır. 19-cu testə baxırıq. Choose a correct idiom according to the definition very expensive. Yəni deyir ki, burada düzgün idiomu tapın, hansı ki very expensive, yəni çox baha mənasını ifadə edir. Deməli, break a leg, uğurlar deməkdir. Şeytanın qıçını sındırmaq, uğurlar. Hit desək, yatmağa getmək, yatmaq. It costs an arm and a leg, very expensive, yəni çox baha mənasını bildirdiyi üçün C düzgün cavabdır. Bite the bullet, çətinliklərə sinə gərmək. The ball is in your court, artıq qərar vermək vaxtındır. Yəni artıq qərar vermək sənin üzərinə düşür deməkdir. Deməli, very expensive mənasını ifadə edən C variantı it costs an arm and a leg olduğu üçün C düzgün cavabdır.
20-ci testimizə baxaraq bizdən səhv olan cümləni soruşur. I prefer tea to coffee. Mən çayı qəhvəyə üstün bilirəm. Prefer something to something ilə işləndiyi üçün A düzdür. He usually goes olmalı. Üçüncü şəxsin təkində olduğu üçün deməli səhv B variantındadır. They were playing outside when it started raining. Yəni yağış yağma başlayanda onlar çöldə oynayırdılar. Burada da bir yanlışlıq yoxdur. There are some books on the table. Some cəmisi və xəbərimizdə cəmdə işlənib düzdür. She has been working here for 5 years. For 5 years'e görə indiki bitmiş davam edici zaman işlənib. O 5 ildir ki burada işləyib. Bu da düzdür. Deməli səhv olan B variantındaydı. 21-ci testə baxır. The book. Book cansız isimdir. Which I borrowed from you. Səndən borca götürdüyüm kitab həqiqətən də maraqlıdır. Which. Book cansız olduğu üçün which'dən istifadə edirik. C düzgün cavabdır. Who canlılarla, whom, daha doğrusu who insanlar, whom da insanla işlənir və ya məkan bildirir. Məkan yoxdur burada. Whose sahibliyi bildirir, amma whose'dan sonra digər hissədə də isim gəlməli idi. Olmadığı üçün burada A sadəcə mübtədamızdır, şəxs əvəzliyidir, yəni isim deyil. Ona görə sahibliyi anlamında olmadığı üçün A variantı ola bilməz. C düzgün cavabdır. 22-ci testə baxır, bizdən düzgün deməli bağlayıcıları soruşur. She left early, she had a meeting. O tez çıxıb getdi, onun toplantısı var idi. Deməli, çünki onun toplantısı var idi. Bir also variantını gəlin çıxaq. Also, ciddiyyət yoxdur. I didn't go out, I was feeling unwell. İkinci hissədə də səbəb olmalıdır. Ona görə burada CD-ni çıxırıq, ciddiyyəti bildirənlər. O çölə çıxmadı, çünki özünü pis hiss edirdi. Because since də bilirsiniz, səbəb bağlayıcısıdır. The bad weather. Also-dan sonra cümlə gəlmədiyi üçün A variantını çıxırıq. B düzgün cavabdır. Despite the bad weather, yəni pis havaya baxmayaraq, we still went hiking. Biz hələ də gəzməyə davam edirdik, gəzintiyə davam edirdik. B düzgün cavabdır. 23-cü testdə bizdən tag question'un düzgün işləndiyi variantı soruşur. You haven't seen my phone. Köməkçi feilimiz have'dir. Cümləmiz inkarda olduğu üçün təsdiqdə have you. C variantımız düzgün cavab olacaq. İndiki bitmiş zamandadır cümlə və indiki bitmiş zaman köməkçi feili isə have'dir. C düzgün cavabdır. 24-cü testimizə baxır, bizdən dialoqu tamamlamaq istəyir. Would you like to come to the theater tonight? Bu axşam teatra gəlmək istəyərdin. Lily, I'd love to. What's playing? Bəli, istərdim. Nə oynayır? Yəni tamaşada nə olacaq? Əla, I'll pick you up at 6. Deyir, mən səni saat 6-da götürəcəm. Burada variantı düzgün cavabdır. Yəni sadəcə olaraq what's playing-in düzdür cavabı yoxdur. Bu hazır bir dialoqda qeyd edim. Yəni cavabı olmasa da belə dialoqun davamında bu suala cavab tapmaq olar. Amma variantlar içərisində zaten ən uyğun gələni A variantıdır. Çünki deyir, would you like to come? Bizimlə teatra bu axşam gəlmək istəyərdin. I would love to. Gəlmək istərdim. İndi B variantı deyir ki, no, I don't like movies. Deyir, yox, mən filmləri xoşlamıram. O zaman niyə great, əla deyir? Səni götürərəm saat 6-da deyir. I also did my homework. Mən artıq dərsimi etmişəm. Yəni burada axı onun gəlib gəlməməyinə bağlı bir şey demədi axı. Ev tapşırığı nə əlaqəsi var? Yanlışdır. The theater is very far away. Teatr çox uzaqdır. Burada uzaqlığı soruşmadı. Yes, I went last week. Bəli, mən keçən həftə getdim. Onda niyə deyir ki, əla, mən səni saat 6-da götürəcəm? Bu da yanlışdır. Yəni uyğun gələn cavab A variantıdır. Yenə qeyd etdiyim kimi what's playing-in cavabı olmasa da belə, amma yenə də teatrla bağlıdır. Yəni teatrda nə oynayacaq, nə olacaq sualını verir. A variantı düzgün cavabdır. 25-ci testdə bizdən düzgün infinitiv və ya da gerundu soruşur. She avoided. Avoid feilindən sonra gerund gəldiyi üçün talking. B variantı düzgün cavabdır. She avoided talking about the incident. Baş vermiş hadisə ilə bağlı danışmaqdan boyun qaçırdı. 26-cı testə baxarıq. Choose a correct reflexive emphatic form. He repaired the car. Deməli, without anyone says. Heç kəsin köməyi olmadan özü, tək başına, yalnız, yəni tək başına təmir etdi. By himself. B variantı düzgün cavabdır. Tək başına. Yalnız özü, tək başına ifadəsi by ilə düzəlir. By himself. 27-ci testimizə baxaraq bizdən düzgün yəli formasını soruşur. The children's toys are everywhere. Bəli, children's toys. 1 düzdür. 2. This is my parents' house. Parents-də sonda S-ə ehtiyac yox idi. Cəmsimlərin yəli S apostrofla düzəlir. 2 yanlışdır. We visited my uncle's farm. Yəni burada adətən, yəni dayımın ferması işlənməlidir. Yəni mənim dayımın fermasına gedim. Dayılarımın ferması olsaydı bu zaman farm sözü cəmlənərdi. Dayılarımın fermalarına baş çəkdim. Düzdür. Bu cəhətdən də yanaşmaq olar ki, iki dayımın ortaq bir ferması ola bilər. Yəni fermanın sahibi 2-3 dayım ola bilər.
Yəni o cəhətdən yanaşsaq, 3-ü də biz düz götürə bilərik. Gəlin 3-ü götürək. 4. James new car is amazing. James sonu S ilə bitən isim adlarda həm S apostrof, həm də apostrof S ola bilər. Yəni bu doğrudur. 4 düzdür. The teacher's lounge is on the top floor. Burada müəllimlərin otağı yuxarı mərtəbədədir. Yəni burada da teachers müəllimlərin otağı. Çünki bir otaqda bir neçə müəllim olduğuna görə cəm formada verilməsi düzdür. Bir otağı bir neçə müəllim paylaşır, yəni. Ona görə də bu da düzdür. Yəni 2-dən başqa əslində 1, 3, 4, 5 variantı düzgün cavabdır. Ki bu mən burada 1, 4, 5 deyini düzgün cavab götürmüşdüm. Əlavə olaraq biz bura 3-ü də əlavə eləyə bilərik. 28-ci testə baxaq. Bizdən düzgün kəmiyyət bildirən sözü soruşur. A lot of bread, a loaf of bread, yəni bir dilim çörək, bu düzdür. A can of soda, yəni soda qabı, bu da düzdür. A jar of honey, bir banka bal, bu da düzdür. A slice of cake, bir dilim tort, bu da düzdür. A tube of toothpaste isə bu da düzdür. Yəni tube sözü toothpaste ilə, diş pastası ilə gedir. Yəni diş pastası tubu nəzərdə tutulur. Bu da düzdür. Yəni hamısı. Y variantımız düzgün cavabdır. 29-cu testə baxırıq. By next month. Baxın, next varsa bu will olmalıdır. A, B, G variantına çıxırıq. Və by olduğuna görə də perfect olmalıdır. Deməli, D variantımız düzgün cavabdır. By next month, gələn aya qədər she will have got her driving license. O, öz sürücülük vəsiqəsini əldə etmiş olacaq. D düzdür. 30-cu testə baxırıq. Choose a correct sentence with indirect speech. Vasitəsiz nitqdən vasitə nitqə çevirməliyik cümləmizi. Baxaq görək hansı variantımız düzdür. He said, I am going to the library. He said, cümləmiz said keçmiş zamanda olduğu üçün is, goes şəklində verilməsi yanlışdır. Go şəklində verilməsi yanlışdır. He said və şəxs əvəzliyi I şəklində qalması da yanlışdır. Dəyişməlidir. He was going to the library. C düzgün cavabdır. 31-ci testdə artiklə bağlı səhvi soruşur. She plays the piano. Musiqi alətləri Z artiklından işlənir. A düzdür. He is studying at the university in Berlin. Biz demişik ki, university'dir, college'dir. Deməli, school'dur. Daha sonra church'dur, hospital'dır. Prison kimi sözlər öz funksiyasını daşıyanda artiklla işlənmir. He is studying at university olmalıydı. Ona görə B düzgün cavabdır səhv işləndiyi üçün. I saw an elephant at the zoo. Zooparkda bir fil gördüm. Düzdür. He is an honest man. O düzgün insandır. Düzdür. Honest. O sahil seslə səsləndiyi üçün əllə işlənir. Bu düzdür. They stayed in a hotel near the lake. Onlar gölün yaxınlığı bir oteldə qaldı. Hər hansı bir oteldə məlum deyil. Yəni bu da düzdür. Lake sözü də C ilə işlənməsi düzdür. Burada hər hansı bir yanlışlıq yoxdur. Sadəcə lake sözü xüsusi isimlə qarşısında işlənərsə artiklla işlənmir. Özü tək şəkildə Z artiklından işlənə bilər. 32-ci testə baxaq. Choose a correct collocations. Gəlin baxaq görə düzgün birləşmələr hansılardır. Make a decision, qərara gəlmək 1 düzdür. Do homework, ev tapşırığını etmək 2 düzdür. Take a break, fasilə götürmək 3 düzdür. Make sport yanlışdır. Do sport olardı 4 yanlışdır. Do the washing up, qab-qacaq yumaq, bu da düzdür. 4-dən başqa. Deməli 1, 2, 3 və 5. Yəni B variantımız düzgün cavabdır. 4-dən başqa hamısı düzgündür. 33-cü testdən bizdən düzgün modal feili soruşur. You smoke here, it is a non-smoking area. Burada siqaret çəkilməyən ərazi. Sən burada siqaret çəkməməlisən. Mustn't. C düzdür. 34-cü testdə incorrect plural form, yəni səhv işlənən cəm formanı bizdən soruşur. Children, trees, doğrudur. Məsələn, child, children, twos, teas, mouse, mice, person, people, amma woman, women şəklində olur. Yəni cəm forma S ilə deyil, E ilə olmalıydı. Ona görə səhv olduğu üçün C düzgün cavabdır. 35-ci testdə bizdən müqayisənin düzgün formasını soruşur. This dress is zen. Zen varsa və beautiful çox hecalı olduğu üçün more beautiful olmalıdır. C düzgün cavabdır. 36-cı testdə used to ilə bağlı düzgün cümləni seçək. I used to olmalıydı burada. Used to'su olmadığı üçün yanlışdır. She is used to getting olmalıydı. Yəni burada ing qəbul etməliydi, yanlışdır. We used to go camping every summer. C düzdür. Biz hər yay kampa, düşərgəyə gedərdik. Used to infinitivdən işlənib düzdür. D variantı da used to be olardı, yanlışdır. They used getting up late, bu da yanlışdır. Yəni ya
They used to get up olmalıdır ya da they are used to getting up late. Yəni onlar gec oyanmağa vərdiş ediblər. Burada olardı they used to və are işlənərdi. They are used to getting up late. Da yanlışdır. Used to'dan sonra sadəcə be are infinitive. To be used to, get used to'dan sonra isə feilimiz ing qəbul edir. C düzgün cavabdır. 37-ci testdə complete the sentence with the correct inverted form, düzgün inversiya olmuş cümləni seçirik. That she burst into tears. So, elə olan quruş necə olurdu? So, adjective. So'dan sonra adjective gəlməlidir. Daha sonra isə to be feilimiz mübtədamızdan əvvələ keçərək inversiya baş vermiş olur. So, moving was the speech that she burst into tears. Nitqi elə təsirli idi ki, o göz yaşlarına büründü. Düzdür. 38-ci testdə bizdən səhv quruluşu soruşur. I enjoy reading. Enjoy-dan sonra gerund gəlir, düzdür. Promise-dən sonra to infinitive gəlir, düzdür. Suggest-dən sonra ing feil, yəni gerund gəlir, düzdür. Avoid-dan sonra to infinitive gəlmir. Demək, səhv D variantındadır. She avoided talking. Avoid-dan sonra gerund gəlir. Offered-dan sonra isə to infinitive gəlir. Bu da düzdür. Səhv olan D variantıdır. 39-cu testə baxırıq. Choose a correct sentence with to or enough. To və enough ilə bağlı düzgün cümləni seçək. This bag is too much heavy. Bu yanlışdır. Too much'dan sonra isim gəlməlidir. Ona görə yanlışdır. Too heavy ola bilərdi məsələn. He isn't enough tall. Yanlışdır. Enough sifət zərfdən sonra gəlməlidir. Yəni tall enough olmalıydı. Yanlışdır. The test was too difficult for us to finish. Bu doğrudur. Too difficult to finish for somebody. C düzdür. Yəni test bizi bitirməyimiz üçün bizim üçün çox çətin idi. I am too tired to not go out. Bu yanlışdır. Not to go out olmalıydı. Bax, yanlış burada da. I am too tired. Infinitivin inkarı not to ilə işlənir. Not to go out'dur. Ona görə yanlışdır. She was enough clever yox. Clever enough olmalıdır. Yəni sifət zərfdən sonra işlənməlidir. Bu da yanlışdır. Düzgün cavab C variantıdır. 40-cı testə baxırıq. Choose a restatement that is closest in meaning to the original sentence. Gəlin ilk cümləyə uyğun gələn paraphrase olunmuş cümləni tapaq. The weather was so stormy that they postponed the football match. Deyir, hava elə tufanlı idi ki, onlar futbol yarışını təxirə saldılar. A variantı deyir, the match was cancelled because of the heavy snowfall. Demək, güclü qar yağınına görə deyir, deməli, yarış təxirə salındı. Burada güclü qardan söhbət getmir, fırtınadan söhbət gedir. Ona görə bu yanlışdır. As the players were late, the match couldn't start on time. Deyir ki, oyuncular gecikdiyi üçün yarış vaxtında başlaya bilmədi. Bu da yanlışdır. Gecikməyə ilə bağlı bir məqam yoxdur. Due to the severe weather conditions, the football match was put off. Bəli, C düzgün cavabdır. Postponed, put off deməli sinonimdir. Və burada deyir ki, sərt hava şəraitinə görə ki, so stormy, tufanlı idi. Sərt hava şəraitinə görə futbol yarışı təxirə salındı. Yəni C variantımız düzgün cavab oldu. It was impossible to play as the stadium was under maintenance. Yəni burada deyir ki, deməli, oynamaq qeyri-mümkün idi. Burada ümumiyyətlə verilən cümlədə oynamağın qeyri-mümkün olması haqqında bir məlumat yoxdur. Havaya görə deməli oyun təxirə salınmışdı. Ona görə bu da yanlışdır. D variantına baxırıq. The football match was delayed because the players had an argument. Futbol yarışı deyir. Deməli, was delayed, təxirə salındı. Çünki oyuncular arasında mübahisə olmuşdu ki, biz bu barədə də bir şeyə rast gəlmədik. Bu da deməli düzgün cavab olmadı. Y variantımız da bizim yanlışdır. Nə oyuncular arasında mübahisənin olması, nə stadionun təmirdə olması, nə də güclü qar yağının olması oyunun təxirə salınmasına səbəb deyildi. Sərt hava şəraiti. C düzgün cavabdır. 41-ci testə baxırıq. Complete the given situation correctly. Düzgün şəkildə gəlin cümləmizi tamamlayaq. Situasiyamızı, vəziyyəti. Your friend is talking about buying a new phone. Sənin dostun yeni telefon almaq haqqında danışır. But you think the one they have now is perfectly fine and not old. Amma sən düşünürsən ki, onların indi olan telefonları həqiqətən də əladır və köhnə deyil. You want to express your opinion politely. Sən öz fikrini nəzakətli şəkildə ifadə etmək istəyirsən. I think your phone is too old and you should be changed. Bu yanlışdır. Çünki deyir ki, məncə sənin telefonun çox köhnədir və sən o dəyişilməlidir. Hansı ki, elə fikirləşmir, daha əksinə fikirləşirdi ki, not old. Yəni köhnə telefonları deməli köhnə deyil. Ona görə də yanlışdır bu. It's real up to you. Bu həqiqətən səndən asılıdır. But I believe your current phone works perfectly well.
well. Amma mən sənin hal-hazırki telefonunun mükəmməl işlədiyini, çox yaxşı işlədiyinə inanıram. Bəli, B düzgün cavabdır. That's a great idea. Əla fikirdir. I was also thinking of buying a new one. Mən də həmçinin yeni bir telefon almağı düşünürdüm. Əlaqəsi yoxdur. Axı köhnədən qanidir. Niyə yenisi haqqında düşünsün ki? You always buy unnecessary things. This is just another one. Deyirsən həmişə zəruri olmayan şeylər alırsan. Bu da onlardan digər biridir. Bu da yanlışdır. Bu kobud deyilmiş bir ifadədir. I can't believe you are wasting your money again. Mən inana bilmirəm ki, sən pulunu yeni boş yerə sərf edirsən yenidən. Bu da təbii ki, politely deyil, yəni nəzakətli deyilən bir ifadə deyil. B düzdür. 42-ci testdə baxırıq. In which option is the passive voice not used? Hansı cümlədə passive voice məchul növ not used işlənməyib? All the cakes were baked by my grandmother. Burada were baked. Bu doğrudur. Bütün tortlar nənəm tərəfindən bişirildi. The letter was written in a hurry. Məktub tələsik şəkildə yazıldı. Düzdür. Məchul var, yəni. This room gets cleaned every morning. Bu otaq hər səhər təmizlənir. Bilirik ki, bəzən get feilindən də istifadə edərək məchul növ düzəldə bilərik. Düzdür. The parcel received yesterday was from him. Bax, burada receive participle to'dur. Dünən əldə edilmiş bağlama ondan idi. Deməli, burada məchul növ yoxdur. The house is being painted at the moment. Ev hal-hazırda boyanılır, yəni rənglənilir. Bu da indiki davami zamanı məchul növ formasıdır, düzdür. Məchul olmayan D variantıdır. 43-cü testimizə baxaq. Choose the wrong exclamatory sentence. Bizdən səhv nida cümləsini soruşur. What a terrible accident it was. Doğrudur. What'dan sonra sifət isim, sonra isə mübtəda xəbər gəlir, düzdür. How nice of you, how'dan sonra sifət zərf və to infinitive quruluşuna verə bilərik. How nice of you to help me, yəni mənə kömək etmək necə də gözəldir, düzdür. What a lovely surprise, necə də sevimli bir sürpriz, bu da düzdür. Surprise sözü artikelundan işlənə bilir. How delicious the cake tastes, taste burada, demək taste burada sifəti tələb edir. How delicious the cake taste deyir ki, tort necə də dadlıdadır. Əgər cansız üzərində iş icra olunursa, demişdik ki, taste feilindən sonra sifət işlənməlidir. Yox, əgər kimsə tərəfindən icra edilərdisə, kimsə tərəfindən tortun dadına baxılardısa, o zaman delicious zərf kimi işlənərdi. The cake taste, yəni burada tort dadır. Bir var kimsə tərəfindən dadmaq, bir var nəsə dadmaq mənası olsun. Bu zaman sifətdən istifadə edirik. What amazing he is, bu yanlışdır. What'un yerinə how olmalıydı. Çünki how'dan sonra sifət zərf gəlir. Və is olduğuna görə amazing sifət işlənmişdir. Səhvi soruşduğu üçün Y variantı düzgün cavabdır. How amazing he is olmalıydı. 44-cü testdə baxırıq. Choose a correct word to complete the sentence. Cümləni tamamlamaq üçün düzgün, uyğun sözü tapaq. He was worried after running the marathon and needed to rest for a while. Uzun qaçışdan sonra o neyniyə bilər? Yorula bilər, təbii ki, B düzgün cavabdır və bir müddət istirahət etməyə ehtiyacı var idi. Söz tutsamaq, angry qəzəbli, nervous heyecanlı, hungry ac. Amma burada istirahət etmək deyirsə, deməli yorulmuşdur. B düzdür. 45-ci testə baxırıq. Complete the given situation correctly. Gəlin cümləmizi, situasiyamızı tamamlayaq. Your college wants to borrow your laptop for a business trip. Sənin kolleqan, həmkarın, sənin notebookunu, deməli, biznes səfəri üçün borca götürmək istəyir, but you don't want to lend it because it contains some confidential document. Amma sən onu vermək istəmirsən, çünki onda bir neçə gizli, deməli, sənədlər var. You want to refuse politely and reasonably. Sən məqsədli, ağıllı şəkildə, nəzakətli şəkildə imtina etmək istəyirsən. You say, sorry, I can't. It has important files that I can't risk losing or sharing. Bəli, A düzgün cavabdır. Təəssüf edirəm ki, mən edə bilmərəm. Çünki orada vacib deməli, vacib sənədlər var ki, hansı ki, mən onları itirmək və yaxud da ki, paylaşmaq riskini ala bilmərəm. B variantına deyir ki, should take it. Əlbəttə, götür. Just don't open any of the folders. Ancaq heç bir papkaları deyil, bağlamalarını heç bir içərisində açma. Bu da yanlışdır. Çünki vermək istəmir, axı refuse eləmək istəyir. Ona görə niyə desin ki, əlbəttə götürə bilərsən, yanlışdır. I wish I had a laptop to lend, but I don't. Kaş deyir, mənim borca verməyə notebookum olardı, amma yoxdur. Bu da yanlışdır, amma çünki konkret vardı axı. I'll ask someone else to give you one. Sənə başqa birini vermək üçün başqasından istəyəcəm. Bu da düzgün deyil. Maybe next time, ola bilər başqa dəfə. I don't think you will understand the system. Məncə sən o sistemini başa düşməyəcəksən. Bu da əlaqəli deyil. Yəni düzgün cavab A variantıdır. Çünki burada sənədlər söhbəti var. Gizli sənədlərin olması da vurğulanmalıdır deyə. Ona görə A tam özünü doğruldur. A variantımız düzgün cavabdır.
Choose a correct type of adverbial clause. You can play video games after you finish your homework. Sən ev tapşırığını bitirdikdən sonra video oyunlara baxa bilərsən. After ilə düzəldiyi üçün zaman budaq cümləsidir. Adverbial clause of time D düzgün cavabdır. 47-ci testimiz mətnimizlə bağlıdır. People often believe that multitasking makes them more efficient. İnsanlar deyir, inanırlar ki, adətən yəni insanlar inanırlar ki, çox tapşırığı yerinə yetirmək onları daha səmərəli edir. But research shows the opposite. Amma tədqiqat əksini göstərir. When you switch between tasks, sən tapşırıqlar arasında keçid edərkən, your brain needs time to refocus. Sənin beyninin yenidən fokuslanmaq üçün zamana ehtiyacı olur. Which slows down your productivity. Hansı ki, sənin məhsuldarlığını aşağı salır. In fact, people who multitask frequently may experience more difficulty concentrating even when they are doing just one thing. Faktiki olaraq, çoxlu tapşırıqlar yerinə yetirən insanlar sadəcə bir tapşırığı yerinə yetirər, hətta bir tapşırığı yerinə yetirən zaman belə diqqətlərini cəmləməkdə daha çox çətinliklə üzləşə bilirlər. This is because the habit of switching has become so ingrained that their brain struggle to stay focused. Bunun səbəbi ondan ibarətdir ki, dəyişmək vərdişi, yəni bir tapşırıqdan digər bir tapşırığa keçid almaq vərdişi o qədər möhkəmlənib ki, onların beyni diqqətini bir yerə fokuslanmağa uğrunda mübarizə aparır. 47-ci testə baxırıq. What does the passage mainly focus on? Yəni bizim bu mətnimiz əsasən nəyə diqqəti yönəldir? Why people enjoy multitasking? Nə üçün insanlar çox tapşırıq yerinə yetirməyi xoşlayır? Bu barədə deyildi. The negative effects of multitasking on productivity. Bəli, məhsuldarlıq üzrə çox tapşırığın yerinə yetirilməsinin negativ, mənfi effektləri. B düzgün cavabdır. Çünki verilən mətndə multitaskingin, yəni çoxlu tapşırıqlar etməyin insan məhsuldarlığını aşağı saldığını göstərən bir cümləyə biz rast gəldik. Slows down your productivity. Ona görə B düzdür. How to improve concentration, diqqəti cəmləmək, yəni diqqətin cəmləməyi necə yaxşılaşdırmaq barəsində bir şey görmədik. People who are good at handling many tasks at once, yəni insanlar deməli, eyni anda çoxlu tapşırıqları yerinə yetirməkdə yaxşı olan insanlar haqqında xeyr, burada da yanlışdır. The benefits of switching between tasks quickly, tapşırıqlar arasında sürətlə keçid etməyin faydaları ki, biz bunun əksinə faydası yox, mənfi negativ effektini daha çox gördük, B düzdür. 48-ci testə baxırıq. According to the passage, frequent multitaskers. Deməli, mətnə əsasən tez-tez çoxlu tapşırıqlar yerinə yetirən insanlar are always more productive than others. Başqalarından daha məhsuldardır, xeyr, əksinə daha məhsuldarlığı aşağı düşür. Complete their task much faster. Daha çox tapşırığı daha tez yerinə yetirirlər. Bu da yanlışdır. Have trouble focusing even on single task. Bəli, hətta yalnız bir tapşırıqlar üzərində belə diqqətini cəmləməkdə çətinlikləri olurlar. C variantı düzgün cavabdır. Bax burada. They are difficulty concentrate even they are doing just one thing. Yəni hətta bir işi belə görəndə diqqətlərini cəmləməkdə çətinlik çəkirlər. Ona görə C düzdür. Manage time better than most people. Əksər insanlardan öz vaxtlarını daha yaxşı idarə edə bilirlər. Belə bir fikir rast gəlmədik. Enjoy switching tasks every minute. Hər dəqiqə tapşırıqları dəyişməyindən zövq alırlar. Bu da əlaqəli deyil. 49-cu testə baxırıq. What can we infer from the passage? Biz mətndən nəyi qeyd edə bilərik? The brain adjusts well to switching between tasks. Deyir ki, beyin tapşırıqlar arasında keçid etməyə vərdiş edir. Belə bir şey görmədik. Multitasking trains the brain to work harder. Çoxlu tapşırıq yerinə yetirilməsi beyni daha çətin işləməyə, daha çox işləməyə məşq edir. Belə bir şey görmədik. Concentration improves with more practice. Diqqəti yönəltmə daha çox praktika ilə yaxşılaşır. Belə bir fikirdə rast gəlmədik. Doing one task at a time is more efficient. Bir tapşırığı yerinə yetirmək daha effektivdir. Yəni, həmin anda bir tapşırığı yerinə yetirmək daha effektivdir. Bəli, D variantı düzgün cavabdır. Yəni, biz bu mətndən ümumiyyətlə gəldiyimiz qənaət odur ki, bir anda bir neçə tapşırığı yerinə yetirmək insan məhsuldarlığını aşağı salır. Hətta həmin insanlar yalnız bir tapşırığı yerinə yetirəndə çətinlik çəkirlər. Ona görə də yəni, çox tapşırıq yerinə yetirməkdənsə bir tapşırığı yerinə yetirmək daha yaxşıdır. Anlamına gəldiyi üçün D düzdür. People should learn to switch faster between tasks. İnsanlar tapşırıqlar arasında daha sürətli keçid almağı öyrənməlidirlər. Belə bir şeydə rast gəlmədik. D düzdür. 50-ci testə baxırıq. Read the situation, choose the proverb, the best matches it. Görək verilən situasiyaya uyğun gələn atalar sözü hansıdır? Emma worked really hard for months to prepare for the final exam. Emma sonuncu imtahan üçün hazırlaşmaq üçün
aylardır ki azlaşmaq üçün çox çalışırdı. Her friends went out often. Onun dostları tez-tez çölə çıxırdı. But she stayed home and studied. Amma o evdə qaldı və çalışdı. In the end, she passed with the highest score in the class. Və nəhayət o sinifdə ən yüksək nəticə ilə imtahanı keçdi. Which probably best reflects Emma's story. Yəni Emmanın bu hekayəsini ən yaxşı əks etdirən atalar sözü hansıdır? No pain, no gain. Yəni əziyyət çəkməsən, bəhrəsini görməzsən. Emma əziyyət çəkir və bəhrəsini də görür. Action speak louder than words. Burada nədir? Hərəkətə deyil, sözlərə deyil, hərəkətə bax. Əlaqəli deyil. Better late than never. Heç olmaqdansa gec olmaq daha yaxşıdır. Bu da əlaqəli deyil. Geclikdən söhbət yoxdur burada. Practice makes perfect. Praktika daha da mükəmməlləşdirir. Belə bir şeydə rast gəlmədik. Every cloud has a silver lining. Yəni hər qaranlıq gecənin bir işıqlı gündüzü var. Bu da rast gəlmədik. Yəni no pain, no gain. Çox əgər əziyyət çəkməsən, bəhrəsini görməsən. Yəni çox işləyən bəhrəsini də görə. Çox əziyyət çəkən bəhrəsini də görə. Necə ki, Emma çox çalışdı. Dostları çölə çıxsa da belə o çıxmadı. Çox çalışdı və nəticədə ən yüksək balla, ən yüksək qiymətlə imtahanı keçdi. D variantımız düzgün cavab oldu. Beləliklə, əziz müəllimlər, növbəti sertifikasiya sınavının testlərinin izahlarının da sonuna gəlib çıxdıq. Ümid edirəm ki, bu testlər və izahlar imtahanda sizin yolunuza işıq olacaq, sizə çox kömək olacaq inşallah və ayın 18-i, daha sonrası 20-si baş tutacaq sertifikasiya imtahanında hər birinizə uğurlar arzu edirəm. Şansınız açıq olsun, zehniniz açıq olsun, özünüzə inanın, əmin olun ki, imtahandan rahatlıqla keçə biləcəksiniz. Təşvişə düşməyin, kənar mənfi deyilən fikirlərə fikir verməyin. Sadəcə bu günlərdə təkrar etməyə, oxumağa özünüzü, konsentrasiya diqqətinizi o yöndə yönəldin və inşallah ki, imtahanda uğur qazanarsınız. Belə, bu qədər əziz müəllimlər. Bir daha hər birinizə uğurlar arzu edirəm. Xoş xəbərlərinizi eşitmək ümidi edirəm.